Hörmətli qonaqlar, dəyərli tibb kollektivi və əziz həkim həmkarlarımız, Estederm klinikasının ev sahibliyi etdiyi İçimdəki Nur kitabının təqdimat mərasiminə hər biriniz xoş gəlmisiniz. Bizim klinikamızın dəyərli həkimlərindən biri olan Şəhla xanımın bugün kitab təqdimatı günüdür. Şəhla xanımın yazdığı İçimdəki Nur kitabı adı sadə görünsə də əslində heç də sadə bir kitab deyil. Hər kəsin başa düşəcəyi bir kitab deyil. Şəhla xanımın uzun illərin müşahidəsi, tibbi təcrübəsi və insan mahiyyətinə dair bunların hamısının birgə arada toplanan bir harmoniyasıdır. Mən belə demək istəyirəm. Hər qulun cahanda bir pənahı var. Hər əhli halın bir qibləgahı var. Hər kəsin öz eşqi, öz ilahı var. Mənim tanrım gözəllikdir, sevgidir. Şair Dahi Hüseyn Zavid bu misraları yazarkən hansı sevgidən, hansı gözəllikdən bəstə gəlib, mən onu bilmirəm. Amma mən bu misraları sizin sevginizdən, sizin gözəlliyinizdən bəstə gəlib deyirəm. Sevgi kainatın ən saf dalğasıdır. İnsanın ruhunu arındırır, qəlbini aram edir. Mən etiraf edirəm, hər birinizi sevirəm. Sağ ol. Sağ ol. Sağ ol. Hüseyn Cavidin şeiri ilə başlamaqda Naxçıvanlı olduğunuzu bir daha sübut elədiniz. Dostoyevski deyir ki, yazısının kitabı nazik olmalıdır ki, oxucu oxuyanda yorulmasın. Amma özü 800 varaq yazmışdı. Kitab yazmaq, beli bükmək, zamanı tək ora ayırmaq məsələsidir, bir cəsarət məsələsidir. İndiki müasir dövrdə telefondan, internetdən uzaq durub bildiklərinizi insanlarla bölüşmək cəsarət məsələsidir. Sevgidən danışdınız, Mövlana'ya deyirlər sevmək gözəldir, sevilmək. Deyir sevmək, niyə? Çünki insan sevildiyindən əmin deyil, amma sevdiyindən əmindir. Sizi bir daha təbrik edirəm. Bunu da imza ilə sizdən istəyəcəm. Təşəkkür edirəm. Var olasınız. Sağ olun. Minnətdarım. Çox sağ olun. Dəyərli Estederm komandası, hər birinizi xoş gördük və digər dostlar, hər birinizi salamlayıram. Şəhla xanımı mən 20 il olar tanıyıram. Bugünkü gün bu müasir tibbin bir sahəsini belə mükəmməl öyrənmək demək olar ki, mümkünsüzdür. Amma inanın ki, qətiyyən şişirtmədən deyirəm, xanım tibbin 3 sahəsini mükəmməl bilir. Üstəgəl də bundan da daha böyük bir şey elm yoluna qədəm qoydu, magistraturaya başladı. Belə deyək, yəni bəli, bu elm yoluna da addımlarını atdı. Artıq orada da bu çox böyük uğurlardır. Təbrik eləyirəm Şəhla. Uğurların onsuz da sənin bitib tükənməyəcək. Sən yaradıcı bir insansan, dayanan insan deyilsən. Bilirəm ki, son nəfəsinə qədər gedəcəksən irəli. İnşallah, yəni ki, mən arzuluyuram ki, sənin elmi dərəcələrini biz təbrik eləyək, onların təqdimatına yığışaq. Xeyirli olsun bacım. Sağ ol. Mən Fəxr Yardım Fondu ilə məşğuldur. Qiymətli bizim doktorumuzdur. Şüa diaqnostikası üzrə və uzun illərini həm ictimai, sosial və tibb sahəsində sözlü demiş həkimlərdən biridir. Və mən çox şadam ki, bugün Leyla xanım da öz dəyərli vaxtını ayırıbdır və mənim günümə rəng qatmağa gəlib. Minnətdaram. Şəhla xanımı mən də təbrik edirəm. İçimdəki Nur təkcə bir kitab deyil, eyni zamanda insanın ruhuna etdiyi bir yolçuluqdur. Və bu nurun bütün oxuyuculara vəsilə olmasını arzu edirəm. Bilgili, həm savadlı, həm də işlərində mükəmməldirlər. Onunla yanaşı kitab yazmaq, vaxtını ona ayırmaq, içinin nurunu vermək, qəlbinin nurunu vermək. Mən bu simada, bu gözəl simada bütün insanlarımıza, bütün içinin qəlbini, nurunu axtaranlara da o nuru tapmağı və ətrafa yaymağı xoşlayıram ki, qoy hamımızın qəlbindən bir nur gəlsin və o ətrafa çilənsin, hər yanımız nura bələnsin. Sizə də uğurlar arzuyuram, gələcək uğurlar, qələminiz iti, gözünüz işıqlı, qəlbiniz nuru heç vaxt əskik olmasın. Gövhər, səni bir daha təbrik edirəm ki, belə bir
komandan var və ona belə gözəl rəhbərlik edirsən. Onlara həm rəhbər, həm dost, həm yoldaşsan. Təbrik edirəm, çox zəhmətkeş xanımsan. Yəni öz zəhməti ilə belə uğur qazanan xanımlara hər zaman hörmətim olub, çünki özüm də o yolu keçmişəm. Demək, bu kitabın nəşr tərəfini mən gördüm ki, Şəhla həkim həm kitabı yazdı, həm korrekt elədi, həm oxudu və gecə-gündüz onun üzərində çalışdı da. Yəni o qədər diqqətlidir və təsəvvür edirəm ki, onu yazarkən nə qədər böyük illərin, ayların orada zəhməti var və bu çox inşallah davam gəlsin, satışı çox olsun. Hər şey yaxşı, təbrik edirəm. İnşallah ikinci tiraj eləyək. İnşallah, inşallah. Doktora məlumat verildi, salam. Bəli, yaxınlaşa bilərsiniz. Çəkir.